Azərbaycan Dəmir Yolları 6 iyun tarixindən etibarən yeni istifadəyə verilmiş Dərnəgül dayanacağından bölgələrə qatar reyslərinə start verir. Yeni hərəkət cədvəlinə əsasən sərnişinlər Dərnəgül stansiyasından Bakı-Qazax-Bakı, Bakı-Ağstafa-Bakı əlavə reysləri, Bakı-Balakən-Bakı və Bakı-Qəbələ-Bakı istiqamətləri üzrə səfər edə biləcəklər. Biletləri Azərbaycan Dəmir Yollarının rəsmi saytı, ADY mobil tətbiqi və dəmir yol kassaları vasitəsilə əldə etmək mümkündür. Tramvay uzun müddətdir müzakirə olunan mövzulardan biridir. Bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin sədri Vüsal Aslanov trendə açıqlamasında deyib. Onun sözlərinə görə 2025-2030-cu ilin dövlət proqramında tramvay haqqında xüsusi maddələr qeyd olunub. Hazırda tramvayın konseptual planı hazırlanır. İlkin olaraq Mehdiyabad ərazisindən Bakı şəhərinin mərkəzinə alternativ bir neçə variant müzakirə olunaraq tramvayın çəkilməsi planlaşdırılır. Bakıda gələcəkdə 5 fərqli istiqamət üzrə tramvay olması planlaşdırılır. İlkin perspektivdə əhalinin sıx məskunlaşdığı və kütləvi ictimai nəqliyyat həllinə çıxışı olmayan ərazilərə tramvayın çəkilməsi nəzərdə tutulur. Məqsəd odur ki, tramvay metronu və avtobusu əvəzləməsin, əksinə onları birləşdirən vasitə olsun.